رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Muhterem Müslümanlar, mövzumuz yine tövbe barədedir. İmam Ən-Nəvəvinin Riyadus Salihin kitabında. Ve bugün növbəti hədisi oxuyacağıq, 21-ci hədis, bu mövzu ilə əlaqəli. Və bugünkü hədisimiz Abdullah ibn Ka'b ibn Malik'in Ka'b ibn Malik'ten rivayet ettiği hadistir. Yani Abdullah ibn Ka'b ibn Malik, Ka'b ibn Malik'in oğludur ve o atasından rivayet edir. Demek ki bu indi okuyacağımız hadisi. Ve Ka'b ibn Malik Kur'an'da nəzərdə tutulan 3 nəfərdən biridir. Hansı ki Allah Teala bildirir ki onların tövbəsini qəbul edib. Ve bunlar da kimler idi? Ka'b ibn Malik, Murara ibn Rabi', bir de Hilal ibn Umeyye. 3 nəfər sahabe olur. Ve birinci bu hədis barədə qısa danışım. Biləsiniz mövzu nədən ibarətdir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hicrətin 9-cu ilində Tabuk döyüşünə getməyi qərar verir. Hicrətin 9-cu ilində. Çünki eşidir ki demək Rumlar, yəni xaçpərəst olan Rumlar Müsəlmanlara qarşı ordu toplayırlar. Yəni bu xəbər gəlir Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə çatır. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ordu toplayır. O da böyük bir ordu toplayır və Tabuka yollanır. Və Tabuk da Mədinədən təxminən 500-600 kilometr uzaqlıqda yerləşən bir ərazidir. Və bu hadisə, yəni Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin demək ordu toplaması və yürüyüşə çıxması ilin ən isti aylarında birində baş verir. Hətta burada gəlir ki hədisdə, yəni meyvələrin yetişdiyi və həmçində isti bir vaxtda və həmçində kölgənin xoş olduğu bir vaxtda. Yəni elə bir vaxtdır ki insan daim kölgələnmək istəyir, yəni güneşə çıxmaq istəmir. Və məhz belə bir vaxtda Peyğəmbərimiz sallallahu aleyhi ve sellem döyüşə çıxır və bu döyüşə getmək demək münafiqlərə ağır gəlir. Ona görə münafiqlər getmirlər. Və həmçində kim ki üzürlüdür, üzürlü insanlar var, yaşlı, qoca və s. xəstə, bunlar getmirlər. Amma qalan sahabələr isə gedirlər və bu sahabələrin içində Ka'b ibn Malik ve həmçində adını qeyd edir Murara ibn Rabi ve Hilal ibn Umeyye. Bunların heç bir üzrü olmadan bunlar getmədilər. Və buna görə də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem demək onlara qəzəblənir və həmçində deməli onları qınayır və ona görə də onlar da gəlib etiraf edirlər və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem onları deyir ki Allah'tan gələn, Allah'ın əmri gələnə qədər gözləyin. Və bunları demək gecikdirilir bunların tövbəsi. Və bunlara görə deməli Tövbə surəsinin 118-ci ayəsi nazil olur. 117-118. Bəli, 117-dən 119-a kimi. Və Allah Teala buyurur ki Allah Müslümanların bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra Peyğəmbərin də çətin vaxtda onun ardınca gedən muhacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi. Sonra da onları bağışladı. Çünki Allah onlara qarşı şəfqətlidir, rəhimlidir. Geri qalmış 3 nəfəri də, yəni əsas bu 3 nəfər bunlardır. Geri qalmış 3 nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki Allahın əzabından onun özünə sığınmaqdan başqa çarə yoxdur.
Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Və sonra Allah təala buyurur ki, ey iman gətirənlər, Allahdan qorxun və düz danışanlarla birlikdə olun. Tövbə surəsi 117-119. Yəni bu ayələr nazil olur. İndi isə keçək, demək, Kəb ibn Məlikin özü bu əhvalatı necə danışır və həmçində bu hədisdən çıxarılan faydalar. Yəni hədis uzun hədisdir. Mən əvvəl istədim bunu 2 dərsə ayırım, sonra fikirləşdim, bəlkə tez oxuyub, indi baxarıq inşallah çox uzun olsa 2 dərsə ayıraram, olmasa yekunlaşdırarıq buyur. Demək, Abdullah ibn Kəb ibn Məlik və Abdullah ibn Kəb ibn Məlik, Kəb ibn Məlikin oğludur. Kəbin gözləri tutulduqdan sonra onu gəzdirən oğlu. Yəni onu Kəbin yaşlanandan sonra gözləri tutulub və Abdullah ibn Kəb ibn Məlik onu demək gəzdirən oğlu olub. Və deyir ki, Kəb ibn Məlik demişdir. Abdullah ibn Kəb ibn Məlik demişdir. Mən Kəb ibn Məlikin Təbuk döyüşündə Peyğəmbərlə birlikdə iştirak etməyib, arxada qalmasından danışdığını eşitmişəm. Kəb belə rəvayət etmişdir. Tabuk döyüşündən başqa Peyğəmbərin apardığı döyüşlərin heç birindən yayınmamışdım. Yəni Kəb ibn Məlik birinci danışır, bir müqəddimə kimi, giriş kimi. Deyir ki, mən Peyğəmbərimiz sallallahu əleyhi və səlləmlə olan bütün döyüşlərdə iştirak eləmişəm. Bədir döyüşündən yayınmağıma gəlincə, yəni Bədir döyüşündə iştirak eləməyib. Bədir döyüşündə yayınmağıma gəlincə, ondan yayılanlar qınanılmamışlar. Yəni Bədir döyüşündə iştirak etməməyə görə heç kim qınanılmayıb sahabələrdə. Niyə görə? Çünki gətirəcək səbəbi. Çünki o vaxt Peyğəmbər sallallahu əleyhi və səlləm və müsəlmanlar Qureyşin karvanını ələ keçirmək üçün çıxmışdılar. Lakin uca Allah onları vədələşmədikləri bir halda düşmənləri ilə üz-üzə gətirdi. Və deyir ki, Kəb ibn Məlik, demək, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildiyimiz kimi, yəni hicrətin 2-ci ilində eşidir ki, Qureyşin karvanı Şamdan gəlir və gələndə də Mədinəyə yaxın bir yerdən keçir. Və bildiyimiz kimi Məkkə müşrikləri, mühacirləri oradan çıxartmışdılar, onların malını, mülkünü almışdılar əlinə. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də bu karvanı ələ keçirmək istəyirdi. Nə üçün? Onlardan alınan malın bir qismini qaytarmaq üçün. Yəni həmin onun əvəzinə. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sahabelərdən, çünki karvanda da nə qədər adam olur ki, uzaqbaşı 5 nəfər, 6 nəfər, 7 nəfər karvanla gəlir. Ona görə çox adam götürmür. 300 neçə nəfər adam olur, sahabə olur. Və bunları götürür, yollanır Bədir tərəfə. Ki, həmin karvanı ələ keçirsinlər. Və Əbu Sufyan, yəni həmin vaxt Əbu Sufyan həmin karvana başçılıq edirdi. Və eşitdi bu xəbəri. Bu xəbəri eşidəndə yolunu dəyişir. Və yolunu dəyişir, sahildən gedir və karvanı qurtarır. Və xəbər göndərir Məkkə müşriklərinə ki, bəs karvanı qurtarın, karvana hücum gözlənilir. Və Məkkə müşrikləri də öz başçıları ilə birlikdə, başçıları olmaqla birlikdə, ən adlı sanlı insanları, 1000 nəfərə yaxın insan döyüşçü çıxırlar, demək, gəlib karvanı qurtarmaq üçün. Sonra xəbər tuturlar ki, karvan artıq qurtuldu. Yəni, hücum gözlənilmir. Lakin dedilər ki, təkəbbürlükdən dedilər ki, xeyr, biz qayıtmayacağıq, biz gedəcəyik Bədrə, orada düşərgə quracağıq, yeyib, içib, şərab içib, demək, dəvələrdən kəsib yiyəcəyik, qoy insanlar bilsinlər ki, bizim yəni, güclü olmağımızı və s. təkəbbürlüklə. Və gəldilər ora və əvvəlcədən vədələşmədikləri bir yerdə Allah təala müsəlmanlarla müşrikləri demək bir yerə cəm etdi və döyüş baş verdi. Bildiyimiz kimi həmin döyüşdə də müsəlmanlar qalib gəldilər. Və onlar fikirləşirdi ki, digər ərəblər bizim barəmizdə danışsınlar ki, Məkkə müşrikləri. Ki biz belə güclüyük, beləyik. Əksinə nə oldu?
günümüzə kimi onların məğlub olmaqları barədə danışılır. Və ona görə sahabə deyir ki, həmin vaxtda, yəni deməli Bədir döyüşü üçün, yəni kim istəyirdi ki, deməli könüllü idi. Kim istəyirdi qoşulurdu, kim istəyirdi getmirdi və getməyən də qınanmırdı. Və ona görə deyir ki, demək vədələşmədikləri bir halda düşmənlərlə üz-üzə gətirildi. Ha belə Əqabə gecəsi İslamdan dönməyəcəyimizə dair beyyət etdiyimiz zaman mən Peyğəmbər sallallahu əleyhi və səlləmlə birlikdə idim. Yəni Kəb ibn Məlik deyir ki, mən Əqabə beyyətində Peyğəmbərimiz sallallahu əleyhi və səlləmlə birlikdə idim. İnsanlar arasında Bədir döyüşünün Əqabə gecəsindən daha çox yadda qalmasına baxmayaraq mənim üçün Əqabədə iştirak etməyim Bədirdə iştirak etməkdən daha sevimlidir. Yəni deyir, baxmayaraq ki, Bədir döyüşü daha insanlar arasında məşhurdur, daha çox adlanır, hallanır. Amma Əqabə döyüş deməli beyyətində iştirak etmək mənə daha sevimlidir. Və sonra deyir ki, Tabuk döyüşünə getməyib Peyğəmbərdən geridə qalmağıma gəlincə, həqiqətən bu döyüşdən yayındığım vaxtda olduğum kimi heç vaxt qüvvətli və zəngin olmamışdım. Yəni Kəb ibn Məlik deyir ki, mən imkanım var idi həmin vaxtı. Yəni iştirak etməyə, həm maddi cəhətdən, həm sağlamlıq cəhətdən. Allaha and olsun ki, bundan öncə heç vaxt mənim 2 minik heyvanım olmamışdı. Lakin bu döyüş vaxtı mənim 2 miniğim var idi. Peyğəmbər sallallahu əleyhi və səlləm bir topluma qarşı döyüşmək istədikdə, başqa bir topluma qarşı döyüşmək istədiyini bildirərək əsl məqsədini gizli saxlayardı. Yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin döyüş taktikasından belə deyək, biri bu olub ki, bir yerə hücum eləmək istəyəndə başqa bir tərəf barədə maraqlanırdı. Məsələn, tutaq ki, şimal tərəfə getmək istəyir, adamları göndərir ki, cənub tərəfdən maraqlanın, orada nə var, nə yox. Qoy münafiqlər və s. fikirləsinlər ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm cənuba getmək istəyir. Və sonra ordunu götürüb qəfil şimala gedir. Yəni bu Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin bir taktikası idi. Amma bu döyüşdə isə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə eləmədi. Əvvəlcədən elan elədi ki, biz Tabuka gedirik, yolumuz uzaqdır və hazırlaşın. Yəni əvvəlcədən sahabələrə bildirmişdi ki, hazırlaşın. Nəhayət Peyğəmbər sallallahu əleyhi və səlləm Tabuk döyüşünə şiddətli bir istidə yola düşməyə qərar verdi. Şiddətli bir istidə fikir verdi. Qarşıda uzaq bir səfər, uzun səhra və çoxlu sayda düşmən olduğundan Peyğəmbər sallallahu əleyhi və səlləm müsəlmanlara əsl məqsədini açıqlayıb, hara getmək istədiyini onlara bildirdi ki, bu döyüşə hazırlıq görsünlər. Yəni Peyğəmbər burada bildirib. Peyğəmbərin yanında o qədər çox müsəlman vardı ki, onların sayı kitaba yerləşməzdi. Yəni bunun üçün ayrıca bir divan təşkil etmək lazım. Yəni çox idi, bunu bildirmək istəyir. Bu döyüşdən yayınmaq istəyənlər çox az idi. Onlar isə elə zənn edirdilər ki, Allahdan vəhy nazil olmayınca heç kəs bu işdən xəbər tutmayacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm bu döyüşdə meyvələrin yetişdiyi, kölgələrinin xoş olduğu, mənim də ona qoşulmaq istədiyim bir vaxta çıxdı. Peyğəmbər sallallahu əleyhi və səlləm və onunla birlikdə müsəlmanlar döyüşə hazırlaşırdılar. Mən də onlarla birlikdə hazırlıq görmək üçün səhərlər evdən çıxırdım. Lakin heç bir iş görmədən evə qayıdıb öz-özümə deyirdim ki, istədiyim vaxt bunu edə bilərəm. Yəni bu hədis bizə nəyi göstərir? Xeyir işi gecikdirmək olmaz. Yəni xeyir işi gərək gecikdirməyəsən. Sabah eləyərəm, biri gün və s. Görürsünüz, bu sahabənin də bu xeyir işi gecikdirməyi gətirib nəyə çıxardır? Cəmaat ciddi şəkildə döyüşə hazırlıq gördüyü halda mən səhlənkarlıq etməyə davam edirdim. Nəhayət bir səhər Peyğəmbər sallallahu əleyhi və səlləm müsəlmanlarla birlikdə yola düşdü. Mən isə hələ də hazırlıq görməmişdim. Yenə evdən çıxıb heç bir şey etmədən geri qayıtdım. Mən bu vəziyyətdə ikən onlar sürətlə uzaqlaşıb getdilər. Yola çıxıb onlara yetişmək qərarına gəldim. Kaş ki bunu edəydim. Deyir ki,
fikirləşdim ki, gedim onlara çatım. Və sonra kaş ki edərdim bunu. Lakin bu mənə qismət olmadı. Peyğəmbər s.ə.v çıxıb getdikdən sonra insanlar arasına çıxdıqda məni ən çox kədərləndirən o idi ki, burada yalnız münafiqlikdə ittiham olunanlar və uca Allahın üzürlü saydığı zəiflər qalmışdı. Yəni, Kəb ibn Məlik çıxırdı evindən bazara və s. Görürdü ki, ətrafında qalanlar ancaq münafiqlikdə ittiham olunanlar və yaşlılardır. Bu da onu üzürdü. Peyğəmbər s.ə.v Tabuka çatana qədər mənim barəmdə danışmadı. Yəni, Peyğəmbərimiz s.ə.v 20 gün qalır Tabukda və 20 gün qalandan sonra yəni, döyüş baş vermir. Çünki qarşı tərəfdən ordu olmur, yəni həmlə olmur. Həmçinin sahabələr yorğun olurlar. 20 gün qalıb azuqələri və s. bir tükəndiyinə görə Peyğəmbərimiz s.ə.v qayıtmağa qərar verir. Və bir Peyğəmbərimiz s.ə.v Tabuka çatana qədər mənim barədə danışmadı. Tabukda ikən sahabələr arasında oturarkən soruşdu. Kəb ibn Məlik nə edir? Nə etdi? Bənu Sələmə qəbiləsinə olan bir nəfər dedi, ey Allahın elçisi, onu gözəl libasları və yan yörəsinə özündən razı halda baxması döyüşdən yayındırdı. Yəni, sahabələrdən biri onu ittiham edir. Muaz ibn Cəbəl ona dedi, sənin dediyin necə də pisdir. Ey Allahın elçisi, Allaha and olsun ki, biz onun barəsində xeyirdən başqa bir şey bilmirik. Yəni, Muaz ibn Cəbəl müdafiə edir onu. Peyğəmbər s.ə.v sustu. Yəni, bu nə ittiham eləyənə bir şey dedi, nə də müdafiə eləyənə. Bu əsnada o, yəni Peyğəmbər s.ə.v uzaqdan ağ paltarlı bir adamı ilğım kimi görüb dedi. Bu gələn Əbu Xeysəmə olmalıdır. Yəni, Əbu Xeysəmə gəlib çatıb arxadan. O həqiqətən də bir sağ xurma sədəqə verdiyi üçün münafiqlərin istehza etdikləri Əbu Xeysəmə Əl-Ənsari idi. Yəni, nəyə nəzərdə tutur burada? Ümumiyyətlə, Quranda, yenə də Tövbə surəsində 79-cu ayədə belə bir ayə var. Allah təala buyurur ki, möminlərdən könüllü surətdə sədəqə verənlərə və çətinliklə tapdıqlarını verənlərə eyib tutanlar, onları məxsərəyə qoyanları Allah məxsərəyə qoyacaq. Onları ağırlı, acılı bir əzab gözləyir. Yəni, bu sahabə, ümumiyyətlə Peyğəmbərimiz s.ə.v bir dəfə sahabələri rəğbətləndirir sədəqə verməyə. Biri çox gətirir, biri az və bu sahabə Əbu Xeysəmə Əl-Ənsari bir sa yəni 3 kiloqram xurma gətirir. Və münafiqlər də onu ələ salırlar ki, Allahın buna ehtiyacı yoxdur. Çox verənlərə isə deyirlər ki, bunlar riyakarlıqdan verib, Allah üçün verməyib. Və Allahlar da bu ayəni nazil edir. Və sahabə bildirir ki, həmin sahabə bu idi. Yəni, o az verən sahabə bu idi. Peyğəmbərin s.ə.v Tabukdan qayıtdığını eşitdikdə məni kədər bürüdü və öz-özümə sabah onun qəzəbindən necə qurtarım deyə yalan danışmaq barədə düşünməyə başladı. Deməli, Peyğəmbər s.ə.v artıq 20 gün bildiyimiz kimi qaldı orada, qayıdır. Qaydanda Kəb ibn Məlik sıxılmağa başlayır. Peyğəmbər s.ə.v-dən necə üzrxahlıq eləyim. Və ağlına gəlir ki, bəlkə yalan danışım. Bu işdə yardım üçün ailə üzvlərindən müdrik adamlarla məsləhətləşdim. Cəmaatın Peyğəmbər Mədinəyə yaxınlaşıb dediyini eşitdikdə batil fikirləri özümdən uzaqlaşdırdım və başa düşdüm ki, uydurduğum heç bir şey məni onun qəzəbindən qurtarmaz. Yəni, Allahın qəzəbindən qurtarmaz. Odur ki, düzünü demək qərarına gəldim. Yəni, birinci fikrinə gəlir ki, bəlkə nəsə deyim yalandan. Sonra ixlaslı olduğuna görə deyir ki, Allah bilir, yəni mən niyə görə yalan danışım. Fikirləşir, gedim səmimi olaraq nə varsa deyim. Səhəri gün Peyğəmbər s.ə.v Mədinəyə gəldi. O, hər hansı bir səfərdən qaydanda əvvəlcə məscidə gəlib, orada 2 rükət namaz qılar, sonra da oradakı adamlarla oturardı. Yəni, Peyğəmbərimiz s.ə.v-in
Sünnə, yəni onun sünnəsidir deyək. Sünnə budur ki, səfərdən gələndə ilk olaraq məsciddən başlayırdı. Məsciddə namaz qılırdı. Bunları etdikdən sonra döyüşdən yayınanlar gəlib özlərinə bəraət qazandırmaq üçün bəhanələr gətirdilər və dediklərini əsaslandırmaq üçün and içdilər. Onların sayı 80-dən çox idi. Peyğəmbər sallallahu əleyhi və səlləm onların aşkarda dedikləri bəraət və andlarını qəbul etdi. Onlardan bir daha əhd aldı, Allahdan onlar üçün bağışlanma dilədi. Qəlblərində gizlətdiklərini isə Allaha həvalə etdi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm mülayim xasiyyətli idi, şəfqətli idi ümmətinə qarşı. Qəbul elədi onlardan və dedi ki, siz qəlbinizdə olan sizinlə Allah arasında. Nəhayət mən ona yaxınlaşdım. Ona salam verdikdə qəzəbini hiss etdirən bir təbəssümlə təbəssüm etdi. Bir Peyğəmbər sallallahu əleyhi və səlləm yaxınlaşdı, Peyğəmbər sallallahu əleyhi və səlləm güldü. Amma bu gülüş, bir təbəssüm nə idi? Qəzəb, yəni qəzəblə hiss olunurdu. Yaxın gəl dedi. Mən yaxınlaşıb onun qarşısında oturdum və o mənə dedi. Geridə qalmağa səni nə vadar etdi? Məgər sən minik almamışdınmı? Mən dedim, ey Allahın elçisi, Allaha and olsun ki, əgər səndən başqa bir adamın qarşısında otursaydım, bir bəhanə ilə onun qəzəbindən qurtarardım. Çünki mənim fəsahətli danışıq qabiliyyətim var. Yəni Kəb ibn Məlik deyir ki, mənim gözəl danışıq qabiliyyətim var. Əgər başqa bir adam olsaydı, bitər, vəziyyətdən çıxardım. Yox, əgər düzünü desəm, qabiliyyətim, vallahi bilirəm ki, mən bugün yalan danışıb səni razı salsam da, sonra Allah elə edəcək ki, sən mənə qəzəblənəcəksən. Əgər düzünü desəm, sənin mənə qəzəbin tutsa da, qüdrətli və uca Allahın mənə gözəl aqibət nəsib edəcəyinə ümid edirəm. Yəni fikirləşir ki, düzü deyim, Peyğəmbərimiz sallallahu mənə qəzəbləndirsə də Allah Taala məndən razı olar və Allah Taala Peyğəmbəri də məndən razı salar. Allaha and olsun ki, mənim heç bir üzrüm yoxdur. Allaha and olsun ki, səninlə birlikdə döyüşə getməkdən yayındığım zaman həmişəkindən daha qüvvətli və daha varlı olmuşam. Yəni, nəyi var elə də bildirir. Peyğəmbər s.ə.v dedi, buna gəlincə bu doğru söylədi. Ey Kəb, dur get, Allah sənin barəndə hökm verənə qədər gözlə. Mən qalxıb getdikdə, Bənu Sələmə qəbiləsindən olan adamlar arxamca gəlib mənə dedilər. Vallahi biz sənin bundan əvvəl bir günah etdiyini bilmirik. Sən döyüşdən yayınan digərlərinin üzrxahlıq etdiyi kimi Peyğəmbərin qarşısında üzrxahlıq etməyib aciz qaldın. Halbuki Peyğəmbərin sənin üçün bağışlanma diləməsi sənin bu günahın üçün kifayət edərdi. Yəni onu deyirlər ki, niyə görə üzrxahlıq eləmədi, yalan danışmadı? Peyğəmbər s.ə.v yalan danışardı, Peyğəmbər s.ə.v sənin üçün bağışlanma diləyərdi və bağışlanardı. Kəb deyir ki, vallahi onlar məni o qədər qınadılar ki, Peyğəmbər s.ə.v-in yanına qayıdıb, biraz əvvəl dediklərimin yalan olduğunu demək istədim. Yəni elə bir dərəcəyə çatdırdılar ki, istədim qayıdım deyim ki, ey Allahın elçisi, bayaq yalan demişəm. Sonra onlardan soruşdum. Məndən başqa elə bir kimsə olubmu? Yəni belə bir kimsə olubmu ki, o da gəlsin, doğrunu etiraf eləsin? Onlar dedilər, bəli, 2 nəfər də sənin dediyini dedilər. Və sənə deyilən onlara da deyildi. Mən kimdir bu 2 nəfər deyə soruşdum. Dedilər ki, bu Murara ibn Rabi Əl-Əmri və Hilal ibn Umeyyə Əl-Vaqifi. Onlar Bədir döyüşündə iştirak etmiş, mənə nümunə olacaq əməli salih 2 kişinin adını çəkdilər. Yəni Peyğəmbər bunlar, yəni Kəb ibn Məlik soruşur ki, kimlərdir onlar? 2 kişinin adını çəkirlər, hansı ki onlar nümunə olacaq insanlardır. Onlar o 2 nəfərin adını çəkəndən sonra fikrindən dönməmək qərarına gəldim. Yəni fikirləşdim ki, nə var onu demişəm, doğrudur. Çünki bunlar həqiqətən də salih insanlardır. Peyğəmbər s.ə.v döyüşdən yayınanlar arasında yalnız bizim üçümüzlə danışmağı müsəlmanlara qadağan edir. Peyğəmbər s.ə.v nə edir? Peyğəmbər s.ə.v
sözsüz ki Allahın əmri ilə digər müsəlmanlara bu 3 sahabə ilə danışmağı qadağan edir. Cəmaat bizdən uzaqlaşdı. Yaxud onların bizə münasibəti dəyişdi. İş o yerə gəlib çatdı ki, bu yerlər mənim üçün qəribləşdi. Sanki tanımadığım bir yer oldu. Yəni səvilə çıxır şəhərə, yəni Mədinəyə, bazara, heç kim danışdırmır onu. Yəni sanki qərib bir yerdədir. Biz 50 gün bu cür keçirtdik. 50 günü bu cür keçirtdik. O iki dostuma gəlincə, yəni Murara və Hilal. Onlar evlərində oturub acizanə boyun əyərək ağlayırdılar. Mən isə daha gənc və daha güclü olduğum üçün evdən çıxırdım. Müsəlmanlarla birlikdə namaz qılırdım və bazarlarda gəzib dolaşırdım. Lakin mənimlə heç kəs danışmırdı. Namazdan sonra Peyğəmbər və sahabələri ilə, Peyğəmbər öz sahabələri ilə oturarkən onun yanına gəlib ona salam verir və öz-özümə deyirdim, görəsən mənim salamımı almaq üçün dodaqlarını tərpətdimi? Sonra ona yaxın bir yerdə namaz qılır və oğrun ona baxırdı. Mən namaz qılanda o mənə baxırdı, mən ona tərəf baxdıqda isə o məndən üz çevirirdi. Beləcə müsəlmanların mənə olan soyuq münasibəti uzun müddət davam etdi. Bu əsnada bir gün əmim oğlu və insanlar arasında xətrini çox istədiyim Əbu Qatədənin bağının hasarına çıxıb ona salam verdim. Lakin vallahi ki salamımı almadı. Yəni Kəb ibn Məlik əmisi oğlu onunla bir hasardaydı, qonşu idi. Çıxır hasara, yəni qapı bağlı olur və ona salam verir, onun salamını almır. Ona dedim, ey Əbu Qatədə, səni Allaha and verirəm. Məgər bilmirsən ki, mən Allahı və onun Rəsulunu sevirəm? O sustu. Mən yenə Allaha and verib soruşdum ki, o susdu. Yəni 3 dəfə belə ondan soruşur. Və sonra o dedi ki, mən bir də Allaha and verib soruşduqda o dedi, Allah və onun Rəsulu daha yaxşı bilir. Onda deyir, gözlərim yaşla doldu. Və mən hasardan enib oradan uzaqlaşdım. Bir müddət sonra mən Mədinə bazarında gəzib dolaşarkən satmağa ərzaq gətirən Şam əhlindən olan bir kəndli kim mənə Kəb ibn Məlikin yerini göstərər deyə soruşdu. Və deyir ki, bir dəfə mən bazarda gəzib dolaşırdım. Şamdan gələn bir kəndli kim mənə Kəb ibn Məliki göstərər deyə soruşdu. Bazardakılar da ona məni göstərdilər. O yaxınlaşıb Qassən hökümdarının məktubunu mənə verdi. Yəni kafir bir dövlətdir. O dövlətin hökümdarı Qassən onun məktubunu gətirib buna verir. Mən yazıb oxumaq bildiyim üçün məktubu oxudum və gördüm ki, orada bu sözlər yazılıb. Sonra isə həqiqətən bizə xəbər çatdı ki, dostun səndən üz döndərib. Allah sənin təhqir olunduğun və haqsızlığa məruz qaldığın bir yerdə yaşamana razı olmaz. Gəl qoşul bizə, sənə layiqincə hörmət edək. Yəni, kafir hökümdar buna yazır. Məktubu oxuduqdan sonra bu da bir sınaqdır deyib, onu təndirə atıb yandırdım. Fikir verin, bir dənə də imtihan. 50 günün 40-cı günü keçirdi. Amma vəhy hələ nazil olmamışdı. Elə bu vaxt Peyğəmbər s.ə.v elçisi gəlib dedi, Allah Rəsulu sənə həyat yoldaşından uzaq durmağı əmr edir. Mən dedim, onu boşayım, yoxsa nə edim? Dedi, xeyr, boşama, lakin ondan uzaq dur və ona yaxınlaşma. Peyğəmbər s.ə.v eyni əmri digər iki dostuma da etmişdi. Mən həyat yoldaşıma dedim, valideynlərinin yanına get. Allah bu işdə hökm verənə qədər onların yanında qal. Yəni, bu dəlalət edir ki, həmçinin hədis, əgər bir insan öz yoldaşına boşamaq niyyəti ilə deyil, qəzəblənir və s. Yəni, boşamaq niyyəti ilə deyil, desə ki, get valideynlərin evinə, bu boşama sayılmır. Yəni, bu hədis buna dəlalət edir. Yox, əgər boşama niyyəti ilə deyərsə, bəli, boşama sayılır. Hilal ibn Umeyyənin həyat yoldaşı Peyğəmbərin yanına gəlib ona dedi, ey Allahın elçisi, həqiqətən Hilal ibn Umeyyə haldan düşmüş və xadiməsi olmayan bir qocadır. Yəni, digər iki sahabə yaşlı idi.
Yoldaşı gəlir deyir ki, bəs bu qocadır, ona xidmət eləmək lazımdır. Ona xidmət göstərməyimi də qadağan edirsən. O dedi, xeyr, lakin sənə yaxınlaşmasın. Qadın dedi, vallahi ki, onun hərəkət etməyə taqəti qalmayıb. Vallahi onun başına bu iş gələndən bu günədək elə hey ağlayır. Yəni icazə alır ki, ey Allahın elçisi, qalım onun yanında, ona xidmət edeyim. Sonra əhli əyalımdan bəziləri mənə dedilər, bəlkə zövcənin sənə xidmət etməsindən ötürü Peyğəmbərdən izin istəyəsən. Axı o Hilal ibn Umeyyənin zövcəsinə izin verdi. Mən dedim, bundan ötürü Allahın Rəsulundan izin istəməyəcəm. Mən nə bilim ki, Allahın Rəsulu mənim müraciətimə nə cavab verəcək. Həm də ki, mən cavanam. Mən daha 10 gündə bu vəziyyətdə qaldım və beləcə cəmaatın bizimlə danışmasına qadağan qoyulmuş günlərin sayı 50-yə çatdı. Nəhayət 50-ci gecənin səhəri evlərimizdən birinin damında sübh namazını qılıb, uca Allahın Quranda bizi vəsf etdiyi kimi ürəyim təngə gəlib sıxılmış və gen dünya mənə dar gəlmiş halda oturmuşdum ki, birdən Səl dağına çıxmış bir adam uca səslə ey Kəb ibn Məlik, sevin, yəni müjdələr olsun sənə deyə çağırdığını eşitdim. Mən dərhal səcdəyə qapandım və artıq qurtuluşun gəldiyini anladım. Peyğəmbər s.ə.v sübh namazını qıldıqdan sonra qüdrətli və uca Allah tövbələrimizi qəbul etdiyini insanlara bildirdi. Onlar da bizi müjdələməyə gəldilər. İki dostumun yanına da müjdəçilər getdi. Müjdəçilərdən biri atını çaparaq mənim yanıma gəldi. Əsləm qəbiləsindən də bir nəfər məni müjdələmək üçün dağa qalxdı. Səs atdan daha sürətli idi. Yəni, biri ata minib gedir, biri isə dağdan qışqırır və səs daha tez çatır buna. Və səsini eşitdiyim müjdəçi yanıma gəldikdə əynimdəki 2 libasımı çıxarıb muştuluq olaraq ona geyindirdim. Və bu da dəlalət edir ki, muştuluq vermək olar. Bir xoş xəbər gələndə muştuluq vermək olar. Allaha and olsun ki, həmin gün mənim o 2 libasdan başqa libasım yox idi. Odur ki, sahabələrin birindən borca 2 libas götürüb geyindim və Peyğəmbərin s.ə.v yanına getdim. Sahabələr dəstə-dəstə məni qarşılayıb tövbəmin qəbul olunması münasibəti ilə məni təbrik edirdilər. Edirlər və Allahın tövbəsi sənin üçün xeyirli olsun deyirdilər. Nəhayət məscidə daxil oldum və gördüm ki, Peyğəmbər s.ə.v oturub, cəmaat da onun ətrafında toplaşıb. Elə bu vaxt Talhə ibn Ubeydullah ayağa qalxıb, qaçaraq mənim yanıma gəldi və əlimi sıxıb məni təbrik etdi. Vallahi ki, mühacirlərdən ondan başqa heç kəs ayağa qalxmadı. Kəb Talhənin bu hərəkətini heç vaxt unutmadı. Burada nə dəlillərdən biri nədir? Yəni, insan üçün ayağa qalxmaq, yəni kimisə qarşılamaq üçün ayağa qalxmaq olar. Ümumiyyətlə, qardaşlar, qadağan olunan nədir? Təzim olaraq və yaxud adam oturub, onun yanında ayaq üstə durmaq, yəni bu qadağan olunur. Amma bir insana salam vermək məqsədi ilə qalxıb, yəni içəri girəndə qalxıb ona salam vermək məqsədi ilə qalxırsansa, bu icazəlidir. Və həmçində Şeyx Hüseymin qeyd edir ki, əgər bir yerdə adətdir ki, məsələn, hörmət olaraq, yəni təzim başqa şeydir, hörmət başqa. Hörmət olaraq bir yaşlı adam girəndə ayağa qalxmaq, demək, bu adət alıbsa və qalxmayana pis baxırlarsa, onda Şeyx deyir ki, bu halda icazəlidir. Yəni, qadağan olunan nədir? Təzim olaraq və yaxud onun oturan halda sən ayaq üstə qalxırsan, durmuşsan, yəni bu olmaz. Necə ki, bizim məsələn dinimizdə əgər imam otursa, yəni müəyyən bir səbəbdən, üzülü səbəbdən otursa, arxadakılar da oturur. Niyə görə? Çünki özlərini o kafirlərə bənzətmək. Çünki kafirlər, demək, başçıları oturub, bunlar ayaq üstə qalxırlar. Yəni, bəzi sufilərdə də var bu şey. Oturmurlar. Yəni, bu, İslamda qadağan olunan bir şeydir. Və İslam namazda da biz onlara bənzətməmək üçün, əgər imam oturdursa, sən də oturursan.
Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, əgər imam oturan yerdə qılarsa, siz də oturan yerdə qılın. Niyə görə? Çünki özümüzü onlara bənzətməmək üçün. Kəb dedi, mən Peyğəmbər sallallahu əleyhi və səlləmə salam verdikdə üzü sevincdən parlayırdı. Məni görəndə dedi, anan səni dünyaya gətirdiyi gündən bəri sənin üçün ən xeyirli olan bu günün səadəti ilə sevin. Niyə görə? Çünki həm tövbəsi qəbul olunub, həmçində onun barədə ayə nazil olub. Yəni bu böyük bir həqiqətən də sevincdir. Mən ey Allahın elçisi, bu müjdə sənin tərəfindəndir, yoxsa Allah tərəfindən deyə ondan soruşdum. O xeyr, Allah tərəfindən deyə cavab verdi. Peyğəmbər sallallahu əleyhi və səlləmin sevindiyi zaman onun üzü nur saçardı, hətta ay parçasına bənzəyərdi. Biz də onun sevindiyini görkəmindən anlayardıq. Mən onun qarşısında oturduqda dedim, ey Allahın elçisi, tövbəmin qəbul olunduğuna görə malımdan Allah və onun rəsulu üçün sədəqə verəcəyəm. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi, malının bir hissəsini özündə saxla, bu sənin üçün daha xeyirlidir. Mən dedim, Xeybər döyüşündən mənə çatan qənimət payımı özümə saxlayıram və qalanlarını deyəni sədəqə verirəm. Mən dedim, ey Allahın elçisi, uca Allah məni bu sıxıntıdan ancaq doğru danışdığıma görə qurtardı. Tövbəmin bir qisminə o da aiddir ki, mən bundan sonra yaşadığım müddətcə yalnız doğru danışacağam. Yəni öz tövbəsini təsdiqləmək üçün söz verir ki, bundan sonra yalan danışmayacağam. Allaha and olsun, bu sözləri Peyğəmbər s.ə.v söylədiyim vaxtdan bəri Allahın müsəlmanlardan kiməsə doğru danışmaq nemətini verdiyini bilmirəm. Allahdan istəyirəm ki, bundan sonra yaşadığım müddətcə də bu işdə məni qorusun. Yəni Kəb bin Məlik deyir. Sonra uca Allah bu ayələri nazil etdi. Allah müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra Peyğəmbərin də çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi. Yəni həm Peyğəmbərin, həm də mühacir və ənsarların tövbəsini qəbul etdi. Sonra da onları bağışladı. Çünki Allah onlara qarşı şəfqətlidir, rəhimlidir. Geri qalmış 3 nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahın əzabından onun özünə sığınmaqdan başqa çarə yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən Allah tövbələri qəbul edəndir, rəhimlidir. Ey iman gətirənlər, Allahdan qorxun və düz danışanlarla birlikdə olun. Kəb dedi, Allaha and olsun ki, Allah məni İslam dininə yönətdikdən sonra onun mənə bəxş etdiyi nemətlər içərisində ən böyük neməti Peyğəmbərə doğru danışaraq yalan danışıb həlak olanlar kimi həlak olmamağım idi. Uca Allah yalan danışanlar haqqında vəhiy nazil etdiyi zaman hər hansı bir günahkar adam üçün söylədiyinin ən betərini söylədi. Yəni Allah Taala yalan danışanları məzəmmət edir Quranda. Uca Allah buyurur, yalanlarına qayıtdığınız zaman onlardan əl çəkəsiniz deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan üz döndərin. Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəm olacaqdır. Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da Allah fasik adamlardan razı qalmaz. Bu da Tövbə surəsinin 95-96-cı ayələrdir. Kəb dedi, Peyğəmbər sallallahu aleyhi və səlləm bizim üçümüzdən başqa döyüşdən yayınanlardan and içib üzr diləmələrini qəbul etdi. Onlardan bir daha beyət aldı və onlar üçün bağışlanma dilədi. Peyğəmbər sallallahu aleyhi və səlləm bizim işimizi uca Allah bu haqda hökm verənədək təxirə saldı. Nəhayət uca Allah buyurdu, geri qalmış 3 nəfərin tövbəsini qəbul etdi. Uca Allah bu ayədə bizim döyüşdən geri qalmağımızı yox, yəni ayədə geri qalanlar yazılır. Yəni döyüşdən geri qaldığımız yox, Peyğəmbərin yanında and içib üzür gətirdikdə andı və üzürü Peyğəmbər tərəfindən qəbul edilən kəslərdən geri qalmağımıza və barəmizdə
barəmizdəki hökmün 50 gün təxirə salınmasına işarə edirdi. Yəni ayədə geri qalanlar, yəni döyüşdən geri qalan yox, tövbəsi gecikdirilənlər nəzərdə tutulur. Bu hədisin üzərində ittifaq edilmişdir. Yəni hədisi Buxari və Müslim rəvayət etmişdir. Bir rəvayətdə isə belə deyilir. Peyğəmbər sallallahu Təbuk döyüşünə cümə axşamı günü çıxdı. Yəni 4-cü gün. O cümə axşamı günü səfərə çıxmağı xoşlayırdı. Yəni həmişə çıxmayıb. Demək 6-cı şənbə günü də çıxıb. Bəzi rəvayətlərdə məsələn Bədir döyüşünə şənbə günü çıxıb. Amma cümə axşamı xoşlayırdı Peyğəmbərimiz sallallahu səfərə çıxmağı. Digər bir rəvayət isə belə deyilir. Peyğəmbər səfərdən ancaq gündüzün əvvəlində qayıdardı. Qayıtdığı vaxtda məscidə girib 2 rükət namaz qılardı, sonra orada oturardı. Yəni bunu sünnə kimi götürmək olar ki, bir insan şəhərə girdikdə məsciddə qılsın, əgər məscidi yolun üstündədirsə, yəni bu sünnəyə əməl edə bilər. Bu qədər qardaşlar bu hədis barədə və Allahdan istəyirəm ki, Allah bizi eşitdiyi faydalardan etsin, Allah təala bizim günahlarımızı bağışlasın, bizi cənnətə cəm eləsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.